Hökmdarın taleyi. Yazar Elçin. Köçürən Milad Teymuri. Səsləndirənlər Meysəm Qərabağı, Mehdi Sərvəri. ...29 Desembr 1803-cü il. Tiflis, Sərdar iqamətgahı. Knyaz Sisyanov hərbi məclis çağırmışdı və hisslərini cilolaya bilməyib həyəcanla danışırdı. Cavatxan imperiyanın düşmənidir. O sağ qaldıqca biz nüfuzdan düşürük. Öz şəxsiyyətində bütün ətraf xanlara nümunə göstərir ki, tək başına Rus ordusu ilə müharibə aparır. Bunun axırı yaxşı olmayacaq, General Portnyakin. Mən sizə 11 topu olan batalyon vermişəm. 3 eskadran vermişəm. 2 Kazak yüzlüyü vermişəm. İndi o 2 yüzlükdən neçə nəfər qalıb? Cəmi 17 nəfər, general. 17 nəfər. Zatəliləri. Cavatxan özü üçün əlverişli taktika seçib. Gəncə qalası yeraltı bir dağlandır. Cavatxan gözlənilməz səmtlərdə qaladan çıxır. Bir müddət vuruşur, vaxt yetişəndə tamam başqa bir səmtdən təzədən Gəncə qalasına qayıdır. Buna dözmək daha mümkün deyil. Mən Gəncə qalasına təcili və amansız hücuma başlayıram. Bütün qüvvələri səfərbər edirəm. Gəncə erməniləri bizə sifariş göndərməkdən, bizi hücuma çağırmaqdan beziblər. Biz Qafqazda məskunlaşmış erməniləri özümüzdən narazı sala bilmərik. Onlar bu vəhşi diyarda, bu cavatxanlar arasında bizim yeganə müttəfiqlərimizdir. Hücum! Amansız hücum! Gəncə qalası çox möhkəmdir, zatəliləri. Mən artıq sizə məruzə etdim. Gəncə başdan başa lağımlardır, yeraltı yollardır. Oranı almaq asan olmayacaq. Kim asan yol axtarır, kənara çəkilsin, general. Sabah sübh tezdən Gəncəyə hücuma başlayırıq. Polkovnik İristavi? Zatəliləri, mən təklif edirəm. Hətta xahiş edirəm ki, Cavatxana sonuncu dəfə məktub göndərəsiniz. Mən bu Asiya yekəxanasına nə qədər məktub göndərə bilərəm? O məktubların tonu çox sərt olur. Mən Cavatxana məhəbbət məktubu yazmalıyam? Hə, polkovnik Eristavi? Cavatxan hər halda hökmdardır. Qacar kimi bir nəslidən çıxıb. Mən də polkovnikin təklifinə tərəfdaram, zatəliləri. Yaxşı. Mən sonuncu dəfə ona məktub göndərirəm ki, Gəncə qalasını təslim etsin. Sonuncu dəfə. Təslim şərtlərini qəbul etmək üçün ona 2 gün vaxt verirəm. Gəncə Böyük Rusiya imperiyasının tərkib hissəsidir. Bir iyalətdir, başqa yer deyil. Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi. İbrahim xan at belində aramla addımlayırdı. Biraz arxadan isə 20-25 atlı gəlirdi. Uzaqdan onlara tərəf çapan bir atlı göründü. Xanın atlıları əvvəlcə narahat oldu. Sonra yəqin ki, atlını atından tanıdılar. Saday bəydir! Və Saday bəy ağ atı çapıb atlılara çatdı. Atlılardan biri bizim tanıdığımız xidmətçi irəli çıxıb İbrahim xana yaxınlaşdı. Ala Hızrat, qoşunbaşı Saday bəy
huzurunuza buyurmaq istəyir. Gəlsin. Xidmətçi geri qayıtdı. Sonra Saday bəy ağatı irəli sürüb, baş əydi və İbrahim xanla qoşa addımladı. Nə olub qaşın başı? Çox amansız çapırdın. Xan sağ olsun. Rusların böyük generalı Sisyanov Gəncə qapısının açarını Cavad xanın da Rus padişahına tabe olmasını tələb edib 2 gün möhlət verib. İbrahim xan bir müddət heç nə demədi. Sonra soruşdu. Bəs sən nə deyirsən? Biz nə isə etməliyik, xan. Nə? Biz Cavad xanı Rus devinin qabağında tək qoya bilmərik. Onunla birlikdə o devə yem olmalıyıq. Biz, hə? İbrahim xan qəzəblə qoşun başının üstünə çımxırdı. Sən 2000 atlı ilə Rus toplarının qabağında nə edəcəksən? Yaxşı, 5 gün qarşılarını kəsdin, 1 ay qarşılarını kəsdin, sonra nə olacaq? İbrahim xan sustu. Sonra nisbətən sakit halda, Saday, mən qoşunu mənasız qırğına göndərə bilmərəm, başa düş. Saday bəy sərt hərəkətlə cilovu çəkdi və ağat fınxırıb, kişnəyərək şahə qalxdı. Xan, qoşun başı Saday bəyi yaddan çıxarın. Arxadakı atlılar narahatlıqla dərhal irəli çapdılar və İbrahim xanla Saday bəyi əhatəyə aldılar. Sən fərarilik edirsən? Qoy bunun adı fərarilik olsun. Mən könüllülərlə Cavad bəyə köməyə gedirəm. İbrahim xan eyni qızğınlıqla, Sən ölümə gedirsən. Olsun, xan, əlvida. və Saday bəy ağatı çapanda İbrahim xan onun ardınca yana-yana sidqi ürəkdən pıçıldadı. Axmaq uşaq. Saday bəy çapıb dağlara tərəf uzaqlaşdı və Cıdır düzündən çıxanda bir də ağatı şahə qaldırıb var gücü ilə bağırdı. Əlvida xan qızı. Dağlardan başqa bu sözləri eşidən olmadı. ...30 Desembr 1803-cü il Gəncə. Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini gəzirdi. Cavad xan soruşdu. Kərbəlayı Sadıq, nə deyirsən? Qala Rus toplarına dözəcəkmi? Xan sağ olsun. Bütün təmir işləri sona yetib. Bütün lazımi tədbirləri görmüşük. Lağımlar da, yeraltı keçidlər də hazırdır. Söhbət 24 Rus topundan gedir. Kərbəlayı Sadıq, Rusun 24 topu müqabilində mənim ümidim o lağımlara, o yeraltı yollaradadır. Ki, qəflətən onların üstünə həmlə edək, tez də geriyə qayıda bilək. Buyruğunuza rəğmən hər şeyi etmişik. Xan sağ olsun. İnşallah hər şey uğurlu olar. Ətrafdakı adamlar da canı dildən xeyir dilədi. İnşallah! İnşallah, amin. ...31 Desembr 1803-cü il Tiflis, Sərdar iqamətgah. Knyaz Sisyanov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi. Yavər içəri girdi. Zat aliləri, Aşot Karapetyan adlı bu adam yenə sizin qəbulunuza gəlməyi təkid edir. Dünən dedim ki, göndərin polkovnik Koryagin onu qəbul etsin. Mənim vaxtım yoxdur, kapitan. Bir də ki, Pavel Mixayloviç ermənilərin dilini yaxşı bilir. Üzr istəyirəm zat aliləri. Getmir. 3 gündür ki, şəxsən sizinlə görüşməyə çalışır. Deyir ki, xüsusi olaraq bu görüş üçün Tehrandan
qeyri-qanuni Tiflisə gəlmişəm. Deyir ki, son dərəcə əhəmiyyətli məsələdir. Knyaz Sisyanov qarşısındakı kağızları könülsüz halda kənara itələyib, "Yaxşı, buraxın, gəlsin." Yavər çıxdı və bir neçə andan sonra Aşot Karapetyan otağa daxil oldu. Zat aliləri, nəhayət ki məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm. Oturun, cənab-ı Karapetyan. Xahiş edirəm birbaşa mətləbə keçəsiniz. Mənim vaxtım çox azdır. Mənim də vaxtım azdır, zat aliləri. Karapetyan əlini köynəyinin yaxasından içəri saldı və bir dəstə kağız çıxardı. Mən bunları şəxsi sizə təqdim etmək üçün 3 gündür gözləyirəm. Knyaz Sisyanov açıq sezilən bir rişxəndidə o bir dəstə kağıza baxdı. Bunlar nədir? Yenə erməni qardaşlarınızın cürbəcür xahişnamələridir. Aşot Karapetyan başını dik tutub, Xeyr, knyaz. bəs nədir? Aşot Karapetyan sözləri bir dəqiq tələffüz edərək, Bunlar Gəncə qalasının bütün lağımlarının, oradakı yeraltı yolların, gizli kəhrizlərin, gizli ərzaq və silah anbarlarının xəritəsidir. Bunu Gəncədə yaşayan erməni qardaşlarımız bizə çatdırıb. Knyaz Sisyanov bir anın içində bütün vücudunu bürümüş həyəcanı gizlətməyə çalışaraq kağızları alıb mizin üstünə qoydu və soruşdu. Bəs nə üçün bunları mənim özümə çatdırmayıblar? Onlar Cavadxanla müttəfiqliyə söz veriblər. Cavadxandan ehtiyat edirlər. Tiflisə gələ bilmirlər. Onlar Cavadxandan qorxur, ancaq siz Fətəli Şahdan qorxmursunuz? Söhbət millətin taleyindən gedəndə onlar da qorxmur, biz də qorxmuruq. Zat aliləri, biz bilirik ki, arxamızda Rusiyanın 2 başlı qartalı dayanıb. Siz Şir Xurşid haqqında da bu sözləri deyirsiniz? Lazım olanda bəlkə də deyirik. Lazım olduğu üçün deyirik. Mən nə bilim ki, siz indi də 2 başlı qartal haqqında bu sözləri lazım olduğu üçün demirsiz. Bunu tarix sizə göstərəcək, zat aliləri. Mənim tarixi gözləməyə vaxtım yoxdur, cənabı Karapetyan. Ona görə də sübut sizin nizinizin üstündədir, knyaz. ...1803-cü il janviyenin 2-sindən 3-ünə keçən gecə. Gəncə qalası. Gəncə uğrunda vuruş gedirdi. Gəncə qalasını mühasirəyə almış Rus qoşunları toplardan qala divarlarını ateşə tutmuşdu. Gəncəlilər qalanın bürzlərində tüfənglə əskərləri nişan alıb atırdı. Yapıncıları əllərindən çıxarıb nəftə bulayırdı və od vurub qaladan əskərlərin başına yağdırırdı. Bir neçə zabitin əhatəsində atın belində oturmuş Generallı Sisyanov durbinlə Gəncə qalasına baxırdı. Rus topçu zabitin bağırtısı o nalənin, o gürültünün harayı həşirin içində güclə eşidirdi. Ateş! Ateş! Cavadxan tez-tez barıdan dışarı baxırdı. Sürətlə addımlayaraq bürcdən bürcə keçirdi. Adamlarından tüfəngi dartıb, alıb sinəsinə sıxırdı. Barıdan boylanıb nişan alırdı və atırdı. Düşmən ayağı Gəncəyə dəyməyəcək. Haydi igidlərim, qeyrət vaxtıdır. Bu vaxt Kərbəlayı Sadıq təngi nəfəs qalanın yuxarısına qalxdı. Xan! Xan! Ruslar yeraltı yollarla, lağımlarla şəhərə girir. Bizi satıblar. İçimizdən satıblar bizi. Əskərlər qala divarlarının ətrafında yeraltı yolların, lağımların üstünə açırdı
və zabitlərin Ve periyoda. qışqırıqları altında şəhərə girirdi. Hüseynqulu ağa bürclərdən birinin aşağısında qılıncını sağa sola işlədib, qalanın üstünə çıxmaq istəyən soldatları irəli buraxmırdı. Şəhrin qala ətrafı küçələrində qılıncların, süngülərin, güllələrin savaşı gedirdi. Cavad xan əlinə qılınc alıb, qalanın üstündə soldatlarla vuruşurdu. General Sisyanov durbinlə Gəncə qalasına baxırdı. Bu vaxt Saday bəy başda olmaqla bir dəstə atlı çapıb özünü yetirdi və ruslara hücum çəkdi. Rus topçu zabiti Ügon, ateş! toplar qala divarlarını uçururdu. Vuruşa-vuruşa qalaya doğru irəliləmək istəyən Saday bəyin dəstəsi güllənin, mərmilərin qarşısında get-gedə seyrəlirdi. Hüseynqulu hardadır? Sol bürcüdə vuruşur. Hüseynqulu ağa möhkəm dayanıb. Kərbəlayı Sadıq haray qopardı. Rus bütün lağımların, keçidlərin ağzını açır. Hamısının yerini bilirlər. General Sisyanov qışqırdı. Gəncədən bir adam da çıxa bilməsin. Rus zabitinin tüfənginin tətiyini basması ilə sinəsindən vurulmuş ağ atın kişnəyib şaha qalxması və yerə sərilməsi bir oldu. Saday bəy gözləri bərəli yerə sərilmiş ağ atın altından çıxıb ayağa sıçradı və yerə düşmüş qılıncını götürüb indicə tüfəngi atan zabitin üstünə cumdu. Zabitin ikinci gülləsi Saday bəyin sinəsini deşdi və Saday bəy bir an dayandı. Sonra gözləri qərəlib, üzü quyulu zabitin ayaqlarının altında yerə sərildi. Zabit ayağı ilə Saday bəyin başını kənara itələdi. Axmaq müsəlman, qılıncla tüfəyin üstünə gəlir. Qan tər içində vuruşan Cavad xan Kərbəlayı Sadığı gördü. Kərbəlayı Sadığın da əlində qılınc var idi. Cavad xan acı bir heyrətlə Kərbəlayı Sadıq, sən də vuruşursan? Bu bürcün mimarı mənəm. Rus mənim meytimin üstündən keçib bu bürcü ala bilər. Hüseynqulu ağa qılıncı növbəti dəfə başının üstündə qaldıranda qarşıdakı soldatın süngüsü onun sinəsini deşdi. Hüseynqulu ağa bir an yerində dondu. Soldat süngünü daha da dərinə soxub geri dartdı. Hüseynqulu ağa arxası üstə yıxıldı. Gözləri göyə zilləndi. Dodaqlarının kənarından qan süzüldü və oğlan pıçılladı. Atam sizdən mənim intiqamımı alacaq. General Sisyanov qışqırdı. Toplar ara verməsin. Soldat Kərbəlayı Sadığın qılınc həmləsini tüfənginin süngüsü ilə dəf etdi və bir göz qırpımında süngünü altdan yuxarı kişinin boğazına soxdu. Kərbəlayı Sadıq yıxıldı və soldat onun üstündən addımlayıb Qoca şeytan. və Kərbəlayı Sadığın boğazından qan axan donmuş sifətinə tüpürdü və əlində qılınc irəli atılmaq istəyən Cavad xan güllə ilə sinəsindən vuruldu. Qılınc əlindən düşdü və xan son nəfəsində Bayrağı ver, bayrağı ver. bayraqdarın uzatdığı bayrağın dəstəyindən tutub, kürəyi burcun divarını sıyıra-sıyıra yerə çökdü. Hüseynqulu sizdən mənim intiqamımı alacaq. Pıçıldadı və Cavad xanın da gözləri döndü. Ruslar artıq Gəncə qalasına doluşmuşdu. Gəncə qalası alındı. Üç janviyə 1804-cü il. Tiflis, Sərdar iqamətgahı.
Sübh tezdən Knyaz Sisyanov başda olmaqla bir dəstə Rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı. Atlılar iqamətgahın həyətinə girdi və Sisyanov atın belindən yerə sıçrayıb "Şampan! Şampan!" Xidmətçilər qədəhlərə şampan süzdü. Knyaz Sisyanov qədəhini yuxarı qaldırıb "Cənablar, bunu qaldıraq yeni və əbədi Rus şəhri Yelizavetapolun şərəfinə." Və qədəhi sonuncu damlasınacan başına çəkdi. Nəhayət ki, Gəncəni, keçmiş Gəncəni aldıq. Zavatxan da, oğlu Hüseyn Qulu ağa da it kimi gəbərdi. General Portnyakin indicə içib boşaltdığı qədəhi xidmətçinin uzatdığı sininin üstünə qoyub Zat aliləri, onlar qəhrəman kimi həlak oldu. Düşmən olsalar da biz igidliyin qiymətini verməyi bacarmalıyıq. Onlar it kimi gəbərdi general. Gəncə bizim olmalıydı. Bizim də oldu. Qarabağ da bizim olacaq. İrvan xanlığı da, Bakı xanlığı da, o biriləri də bizim olacaq. Bütün Gürcüstan da artıq bizimdir. Knyazın ötkəmliyi General Portnyakinin açıq-aşkar xoşuna gəlmədi və o, Bizim? "Bəli, bizim." General Portnyakin içəridən axıb gələn və bu dən heç gizlətməyə də cəhd etmədiyi bir Rus kini və kinayəsi ilə Siz kimsiz ki? Gürcü Kinyazi Sisişvili yoxsa Rus generalı Sisyanov? Knyaz Sisyanov düz generalın qarşısında gəldi və onun gözlərinin içinə baxa-baxa "Mən Rus əsli General Portnyakinin komandarıyam. Bildiz, general, mən kiməm?" General Portnyakin sustu. "Və bunu heç vaxt yadınızdan çıxarmayın. Hətta çoxlu şampan içəndə də."